Bir şagirdin 5 yoldaşına təklif etdiyi oyunun şərtinə görə oyunçular onlara verilən sualları düzgün olub-olmamasından asılı olmayaraq istədikləri formada cavablandıra və cavablandırmaya bilər. Oyunçuların 5-i də sıraya düzülür. Kənar bir şəxsin bu oyunu kim təklif etdi sualına oyunçulardan barmağını sola istiqamətləndirən oyunu təklif edənin solda, sağa istiqamətləndirənin sağda olduğunu göstərir. Barmağını yuxarı istiqamətləndirənin oyunu özünün təklif etmədiyini, barmağını aşağı istiqamətləndirənsə oyunu özünün təklif etdiyini göstərir. Smaliklər və kənar işarələrin hər biri heç nə demədiyini bildirir. Vəziyyəti göstərən şəklə əsasən oyunu kimlər təklif etmiş olsa, yalan məlumat verənlərin sayı doğru məlumat verənlərin sayından az olar. Burada hər birini tək-tək yazmaq lazımdır. Əgər oyunu birinci şəxs təklif etmiş olsa, onda bir nömrəli şəxsin fikri necədir? Bir nömrəli şəxs barmağını yuxarı tutubsa, deyir oyunu mən təklif etməmişəm. Biz də götürmüşük ki, oyunu bir nömrəli şəxs təklif edib. Deməli, bu bir nömrəli şəxsin fikri yanlışdır. 2 nömrəli şəxs deyir ki, oyunu təklif edən sağdadır. Biz isə götürmüşük ki, oyunu bir nömrəli şəxs təklif edib. Deməli, bu da yalan deyir. 3 nömrəli şəxs heç nə demir. Onu yazmağa ehtiyac yoxdur. 4 nömrəli şəxs deyir ki, oyunu təklif edən soldadır. Düz deyir. 5 nömrəli şəxs deyir, oyunu mən təklif etmişəm. Yalan deyir. Bir nömrəli şəxs təklif edib. Əgər oyunu bu dəfə 2 nömrəli şəxs təklif etmiş olsa, onda necə olacaq? 2 nömrəli şəxs təklif etmiş olsa, bir nömrəli şəxsin fikri odur ki, deyir, oyunu mən təklif etməmişəm. Çünki barmağını yuxarı tutub. Düz deyir. 2 nömrəli şəxs deyir, oyunu təklif edən sağdadır. Yalan deyir. Özü təklif edib. 3 nömrəli şəxs heç nə demir. 4 nömrəli şəxs deyir, oyunu təklif edən soldadır. Sola doğru istiqamətləndirib. Düz deyir. 5 nömrəli şəxs deyir, mən təklif etmişəm. Yalan deyir. 2 nömrəli şəxsdə elə bil ikisi düz, ikisi də yanlış oldu. Əgər 3 nömrəli şəxs təklif etmiş olsa, onda 1 nömrəli şəxs deyir, mən təklif eləməmişəm. Düz deyir. 2 nömrəli şəxs deyir, sağdadır oyunu təklif eləyən. Düz deyir. 3 nömrəli şəxs heç nə demir. 4 deyir, soldadır oyunu təklif eləyən. Düz deyir. 5 nömrəli şəxs deyir ki, mənəm oyunu təklif eləyən. Yalan deyir. 3 doğru, 1 yanlışımız var. Oyunu 4 nömrəli şəxs təklif etmiş olsa, 1 nömrəli şəxs deyir, mən deyiləm. Düz deyir. 2 nömrəli şəxs deyir, sağdadır. Düz deyir. 3 heç nə demir. 4 deyir, soldadır. Yalan deyir. Özüdür. 5 nömrəli şəxs deyir, mən təklif etmişəm. Bu da yalan deyir. Oyunu əgər 5 nömrəli şəxs təklif etmiş olsa, 1 nömrəli şəxs deyir, mən deyiləm. Düz deyir. 2 nömrəli şəxs deyir, oyunu təklif eləyən sağdadır. Düz deyir. 3 heç nə demir. 4 deyir, soldadır. Yalan deyir. 5 deyir, mənəm oyunu təklif eləyən. Düz deyir. Bunu yazandan sonra doğru yanlış formasında qiymətləndirmək lazımdır. Birincidə 1 doğru, 3 yanlış var. İkincidə 2 doğru, 2 yanlış var. Üçüncüdə 3 doğru, 1 yanlış var. Dördüncüdə 2 doğru, 2 yanlış var. Beşincidə 3 doğru, 1 yanlış var. Vəziyyəti göstərən şəklə əsasən oyunu kimlər təklif etmiş olsa, yalan məlumat verənlərin sayı doğru məlumat verənlərin sayından az olar. Yəni, yalanların sayı daha az olan hansıdır? Birincidə çoxdur, ikincidə bərabərdir, üçüncüdədir yalan az olan. 4-də bərabərdir və 5-cidə azdır. 3, 5, B variantı.